Hər vaxtınız xeyir olsun. Videonu çevirmeyin çünkü sizler için möhtəşəm qiymətə 15 sotun içində bir dənə bağ evi tapmışam. Qiymətin sonda deyəcəm. Bir dənə kameramız ətraflı belə biraz göstərsin sizlərə. Buzovnadayıq dəyərli müştərilərimiz. Buzovnanın daimi yaşayış olan bir massivində yerləşir bu həyət evi. 15 sotun içində 450 kvadratlıq möhtəşəm də bir tikilisi var. Köhnə bağ istəyənlər üçün məncə əla bir fürsətdir. Bunu dəyərləndirmək lazımdır. Düşünməyin ki, bu evdə hovuz yoxdur, hovuz da var. Qiymətini sonda deyəcəm. Məncə mükəmməl bir qiyməti də var bu evin. 10 metr uzunluğunda böyük bir dənə hovuzu, 5 metr enində, 1.60 dərinliyində. Hətta bu tərəfini də göstər, heç biz buranı görməmişdik. Gör nə qəşəngdir. Bax. Orada bir dənə bağlı besetkası. Qazı, suyu, işığı, hər bir kanal xətti çəkilib. İpotekaya da yararlıdır. Gəl gedək evi də göstərək. İki dənə də balaca burada qonaqlarımız var. Bunlara bak, kişi necə gedirlər, onlara var. Abi ki, biri sarı, biri qara. Gel buradan gidelim evin içerisine. Əla bağdır, valla. Adam pul ola, özü ola. Allah hamımıza çoxlu pul nəsib eləsin. Aa, evdə qəşəngdir ki. Mən bunun qiymətini indi deyəcəm. Valla bu qiymətə bu ev dəyər. Əla bir qiyməti var bu evin. Bax. Mətbəxinə bax. Geniş mətbəxi. Qəşəng zalı. Burada bir dənə yataq otağı böyük, təmirli ev. Gir yaşa. Mən elə bilirdim, bir sənə təsəvvür edirdim. Deyirdim bu evə girəcək, bu evin içi tökülür, gedir. Vallahi əməlli başı təmirli evdir. Bax, burada sanitar qovşağı. Deyəsən orada neysə var, bir dənə qapı var. Bura nədir? Aa, bu bayırdan gördüyümüz besetkadır. Nə danışırsan? Sauna. Vallahi mən də olmamışdım evin içində. Mən şok. Gör nə qəşəng besetkası falan var. Buradan da o bayaq qapısı. Yəni bu qiymətə satılır bu ev. Gəl görür. Aa, burada da var hətta bir dənə də duşu sanitar qovşağı. Əla. Gəl ikinci mərtəbə. Ev get-gedə mənim çox xoşuma gəlməyə başladı. Mən deyirdim, indi içəri girəcək, töküntü, köhnə təmir. Yəqin bir deyirdim, 200 min də lazımdır bu evin təmirinə. Nola, burada da giriş, bura bax. Buradan da qəşəng maraqlı düzəldiblər. Ay maşallah, gəl bir dənə buna bax. Vallahi kimin pulu varsa bu fürsəti dəyərləndirin. Yəni bu fürsəti qaçırtmayın. Bu qiyməti ev yoxdur. İndi hamı orada deyir ki, qardaş bunun qiymətini də görək, nədir də bunun qiyməti? Buna bax. Sanitar qovşağının böyüklüyünə bax. Hayda. Əla. Qəşəng təmir olunub. Bunu zal kimi istifadə edə bilərsiniz. Əla. Vallahi əla. Üstü polu da var. Burada bir dənə yataq otağı. Burada bir dənə yataq otağı. Hamısı da təmirli. Demək olar təzə mebelli. Burada bir dənə yataq otağı. Özü divar içi qardırobları. Təzə mebelli. Yataq otağın böyüklüyünə bax. Bura nədir? Hə, burada kladovka kimi ediblər. Mən şok. Ahım dağları. Evin qiymətini həyətdə deyəcəm. Gəl gedək. Gəl gedək həyətdə deyim. Vallahi yəni demirəm, az pul deyil. Amma bu evə görə sözün əsl mənasında az puldur. 400 kvadratlıq belə bir tikili, 15 sotun içində belə bir böyük hovuzu olmağı. Yəni plusu çoxdur bu həyətin. Qiyməti mükəmməldir, yeri mükəmməldir. Tam asfalt qapısına kimi.
qiymət 350 min manatdır 15 sotun içində. Amma almaq istəsəz desəz ki, yox mənim o qədər pulum yoxdur, 10 sotun içində də ala bilərsiniz 250 min manata. Məncə bu fürsəti dəyərləndirin. Allah hamınıza ruzi bərəkət versin, can sağlığı versin, özünüzdən müğayət olun. Yeni videolarda görüşmək ümidi ilə. Hələlik, paka.